İnşallah istəyirəm ki, saxsı qazan haqqında, istifadə forması haqqında sizə məlumat verim. Bəzi müştərilərimiz var ki, YouTube-da, xarici saytlarda görürlər, odun üzərinə qoyur, qazanda nəsə bişirir. Yəni bizim mağazamızda olan, bu satışda olan qazanları birbaşa alovun üzərində istifadə etmək olmaz. İstər qazın üzərinə birbaşa qoymaq, istər alovun üzərinə qoymaq. Bu qazanlar yəni o qazanlardan deyil. Bu qazanın bütün materialı təmizlikdən hazırlanıb. Bu qazanı dulusu, yəni hazırladığı vaxtı peçdə yüksək temperaturda bişirir. Daha sonra bu qazanları süddə saxlayır. Daha sonra ikinci dəfə peçdə yüksək temperaturda bişirir. Ona görə bu qazanı siz alıb bizim mağazadan evdə istifadə edərkən içini hər hansı bir quyruqla yağlamağınıza ehtiyac yoxdur. İlk dəfədən yəni əti, tərəvəzi nə istəsəz doldurub bişirə bilərsiniz. Ev şəraitində bu cür qazan atdıqları var. Mağazamızda da satışdadır. Dəmir listinin üzərinə qoyulur və van kodda pişməyə qoyulur. Kürə peçlərində isə mütləq şəkildə farsonkadan uzaq olmalıdır və dəmir listlər var, hansı ki evlərdə çörək falan bişiririk. Həmən listin içərisinə bu qazanları qoyulub istifadə ola bilər və maksimum dərəcə dediyim kimi qaz farsonkalarından uzaq şəkildə, əgər kürə peçində odun yandırırsınızsa da odundan maksimum dərəcədə uzaq şəkildə qoyulub istifadə olunmalıdır. Əks təqdirdə yəni bu qazanlar sına bilər, yəni bu da normal haldır. Yəni müştərilərimizə öncədən yəni bu barədə məlumat veririk ki, bu qazanların istifadə şəkli bu formadadır. Hal-hazırda mənim istifadə etdiyim qazan dolmalıq böyük qazandır. İçərisində bu dəqiqə qəşəng ördək çölməsi hazırlayırıq. Əsl indiki havanın, soyuqlu havanın necə deyək, uyğun yeməkdir. Siz də bu qazanlardan əldə edib evdə çox gözəl formada belə gözəl yeməklər hazırlaya bilərsiniz. Kimə bu məhsullar maraqlıdırsa aşağıda da nömrəmiz qeyd olunub. Məsafə ilə bağlı, vaxtla bağlı gəlməkdə çətinlik müştərilərimiz üçün də bu cür qazanları ödənişli formada çatdırılma da edə bilirik. Yəni kimə maraqlıdırsa əlaqə saxlaya bilər.